Sidik qaçırma əməliyyatları, əslində sidik qaçırma böyük bir problem kimi görsənsə, yox, heç bir müalicəsi yoxdur, müalicə olsan daha da pis ola bilər. Deyilsə də, əslində sidik qaçırma əməliyyatları çox qısa sürən bir əməliyyatlardır və çox da yüngül bir əməliyyatlardır. Biz ən çox TOT və TVT əməliyyatlarını icra edirik. İndi mən çalışıram, tibb dilindən çox istifadə etməyim. Yəni, doğru dildə desək, incə bir setka ilə sidik kanalını yuxarı asırıq, qaldırırıq və bu bəzən hətta əgər kiçik bir defekt varsa, yəni setkaya ehtiyac çoxdursa belə, bəzən hətta yerli keyləşdirməklə belə icra oluna bilər. Bizdə təəssüf ki, gec mərhələdə gəlirlər və biz setkadan istifadə etdiyimiz üçün, daha biraz böyük həcmli əməliyyat icra etdiyimiz üçün spiral anesteziya, yəni beldən anesteziya ilə bu əməliyyatı icra edə bilirik. Əgər xəstədə sadəcə sidik qaçırma və sidik hissəsinin sallanması varsa, daha dərin əməliyyatlar etmirsə, vaginoplastika, nə bilim, başqa əməliyyatlar icra etmişsə, inanın, pasiyent 2 gün sonra öz işinə belə qayıda bilər. Yəni reabilitasiya dövrü bu qədər qısa sürür. Bu qədər qısa sürür.